Hər birinizi salamlayıram. Bugün biz burada görkəmli bəstəkarımız, pedaqoq Tərzən, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rəşid Məmmədovun 90 illik yubileyi münasibəti ilə toplaşmışıq. Və qeyd etmək istəyirəm ki, birazdan bizim görkəmli bəstəkarın qəlbindən süzülüb gələn o incə melodiyalarını dinləyəcəyik. Ancaq daha öncə icazənizlə istəyirəm Rəşid Məmmədovun yaradıcılığı haqqında sizlərə qısaca məlumat verim. Rəşid Məmmədovun yaradıcılığından danışmaq əslində Naxçıvanın musiqi taleyindən danışmaqdır. Çünki o təkcə musiqi yazmırdı, mühit formalaşdırırdı, istiqamət formalaşdırırdı. Rəşid Məmmədov 1936-cı ildə Naxçıvanda Sarvanlar məhəlləsində dünyaya göz açmışdır. Onun əslində uşaqlıqdan taleyi yaxşı gətirməmiş, çox keşməkeşli uşaqlıq yaşamışdır. Bəlkə də o keçirdiyi sarsıntılar onun musiqidə təsəlli tapmasına gətirib çıxarmışdı. Uşaq yaşlarından musiqiyə olan böyük həvəsi onu bir nömrəli uşaq musiqi məktəbinə gətirib çıxarmış. Orada dövrünün sayılıb seçilən tarzənləri Vahid Axundov və Yusif Əliyevdən dərs almışdır. Olduqca bacarıqlı bir şagird idi. Əlbəttə ki, belə bir potensiala sahib olan bir şagird gələcəkdə musiqiçi kimi yetişə bilərdi. Bunun müəllimləri görürdü. Və Rəşid müəllim elə bu həvəslə də öz sənədlərini hazırlayıb Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə verir və orada tarix ixtisası üzrə təhsilə başlayır. Bakının qaynar musiqi mühiti, orada fəaliyyət göstərən görkəmli musiqiçilərin Rəşid müəllimin gələcək taleyinin formalaşmasında çox böyük rolu olmuşdu. Belə ki, Rəşid Məmmədov orada ixtisas fənnindən Ağabacı Rızayevadan, muğam fənnindən görkəmli tarzən, gözəl muğam bilicisi Əhməd Bakıxanovdan dərs almış. Orkestrovkadan bizim həmyerlimiz, gözəl bəstəkarımız Nəriman Məmmədovdan dərs almışdı və əlbəttə bu siyahını uzatmaq olar. Orta İxtisas Musiqi Məktəbində aldığı təhsil gələcəkdə onun ali təhsil aparmasına gətirib çıxarmışdır. Və elə oranı bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olan Rəşid Məmmədov burada tarix ixtisası üzrə ali təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdır. Elə qeyd etmək istəyirəm ki, Naxçıvana qayıdan ilk ali təhsilli kadrlardan biri də məhz Rəşid Məmmədov olmuşdu. Çünki o öz torpağında, doğma diyarında yaşayıb yaratmaq istəyirdi. Rəşid Məmmədov yaradıcılığını 3 istiqamətdən dəyərləndirmək istəyirəm. Birincisi, pedaqoq Rəşid Məmmədov. Qeyd etdim ki, təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdır və elə özünün də təhsil aldığı bir nömrəli Naxçıvan Uşaq Musiqi Məktəbində pedaqoji fəaliyyətə başlayır. Başladıqdan bəri ilk addımlarından o qarşısına belə bir məqsəd qoymuşdu. İxtisasçı, yüksək kadrlar və istedadlı tələbələr yetişdirmək. Böyük əzmlə çalışırdı Rəşid müəllim və bunun əzmkarlığı nəticəsində də elə Naxçıvan musiqi mühitində böyük bir hadisə baş verir. Belə ki, Rəşid müəllim İlk dəfə olaraq Naxçıvanda notlu xalq çalğı alətləri orkestrını yaradır. Onun əzmlə çalışması, bu qədər ürəklə çalışması onun gələcəkdə və qısa bir müddət sonra Naxçıvan Uşaq Musiqi Məktəbi, bir nömrəli Uşaq Musiqi Məktəbinə direktor təyin olunmasına gətirib çıxarır və əlbəttə ki, Rəşid müəllimin daha geniş surətdə fəaliyyətinə zəmin yaradır. Rəşid müəllim burada direktor işləyərkən ətrafına elə o dövrdə ən görkəmli insanları toplamış, onların da əməyindən səmərəli istifadə edirdi. Belə ki, öz müəllimləri Yusif Əliyev, Vahid Axundov, bunlarla yanaşı Məmməd Ələkbərov, Məmməd Məmmədov, Ənvər Hüseynov və adlarını sadalamadığım onlarla görkəmli şəxsiyyətlər onun ətrafında toplaşıb Naxçıvan musiqi mədəniyyətinin formalaşması, inkişafı sahəsində gərgin əmək sərf edirdilər. Həmçinin qeyd etmək istəyirəm ki, onun direktor işlədiyi dövrdə Rəşid müəllimə qədər səslənməyən Azərbaycan və dünya klassiklərinin əsərləri də məhz tədris repertuarına daxil edilir. Digər bir tərəfdən qeyd etmək istəyirəm Rəşid müəllimin qurucu, yaradıcı, təşkilatçı Rəşid müəllim. Və elə indicə qeyd etdim ki, onun ilk təşəbbüsü məsələ Naxçıvanda ilk notlu xalq çalğı alətləri yaratması olmuşdursa, daha sonra o Naxçıvanda musiqi məktəblərinin fəaliyyət göstərməsi yolunda da çox böyük addımlar atmışdı. Belə ki, bilirik ki, 1937-ci ildə əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan bir nömrəli Uşaq Musiqi Məktəbinin yaradılmasından
hardasa 30 ildən çox müddət keçməsinə baxmayaraq Naxçıvanda musiqi məktəbləri fəaliyyət göstərmirdi. Bir tək məktəb var idi və bu da əlbəttə ki, şagirdlərin təhsil almasına çətinlik törədirdi. Rəşid müəllim bu sahədə təkliflər irəli sürür və deməli, Naxçıvanın müxtəlif rayonlarında musiqi məktəbinin filialları fəaliyyətə başlayır. Daha sonra qısa müddətdən sonra 60-cı illəri əhatə edən Ordubadda, Culfada, Şahbuzda və Şərurda musiqi məktəbləri fəaliyyətə başlayır. Əlbəttə, bu musiqi məktəblərinin fəaliyyəti başlaması başqa bir problemi ortaya qoyurdu. Bu da kadr çatışmazlığıdır. Rəşid müəllim buna da bir çarə düşündü. Musiqi məktəbini yüksək, əla qiymətlərlə bitirən istedadlı gənclər digər musiqi məktəblərində pedaqoji fəaliyyətlə məşğul olurdular. Ancaq bu, qısa müddətli bir çözüm yolu idi. İndi bir hadisəni danışacağım. Bəlkə də bu zalda əyləşənlərin çoxsuna tanışdır bu hadisə. Əlbəttə, Rəşid müəllimi yaxından tanıyanlar bilir bunu. 1974-cü ildə Naxçıvanın muxtariyyətinin 50 illik yubileyi keçirilirdi. Həmin vaxtı təntənəli konsert təşkil olunmuşdu və səhnədə Rəşid müəllim öz orkestri ilə Koroğlu operasından uvertüranı səsləndirirdi. Zalda isə Ulu Öndər Heydər Əliyev, bir çox musiqi ictimaiyyətinin nümayəndələri, eyni zamanda Maestro Niyazi də var idi. Bir anda Rəşid müəllim ifanı dayandırır, üzünü tutur zala və Maestro Niyazini əsərə dirijorluq eləməsi üçün səhnəyə dəvət edir. Əlbəttə ki, Maestro Niyazi buna yox demir. Səhnəyə gəlir və böyük uğurla orkestr əsəri ifa edir. Həmin vaxtı o an nəinki orkestrin üzvləri, mən deyərəm ki, Naxçıvan musiqi ictimaiyyətinin xatirəsində gözəl bir an olaraq yaddaşlarında qalır. Bu bir cəsarət idi, Rəşid müəllim eləmişdi. Sənətə inamın, özünə inamın bir cəsarəti idi. Bu hadisədən sonra ümumiyyətlə Naxçıvanda, Naxçıvan ziyalılarını, musiqi ictimaiyyətini narahat edən daha başqa bir məsələ var idi ki, Naxçıvanda musiqi texnikumu yaratmaq, yəni orta ixtisas musiqi məktəbi yaratmaq və fürsətdən istifadə edərək Rəşid müəllimin də təşəbbüsü ilə o vaxt Naxçıvanın öndə gedən ziyalıları Maestro Niyazidən xahiş edirlər ki, Ulu Öndərə bu xahişlərini çatdırsın və Naxçıvanda orta ixtisas musiqi məktəbi yaradılsın. Çünki siz də yaxşı bilirsiniz ki, Naxçıvan Bakıdan çox uzaqda, məsafə baxımından uzaqda yerləşdiyinə görə burada istedadlı gənclərin təhsilinə böyük maneələr törənirdi. Və Naxçıvanda belə bir təhsil ocağının yaranması bir çox problemlərin həlli demək idi. Əlbəttə ki, Ulu Öndər, hər zaman mədəniyyətə böyük diqqət və qayğıyla yanaşan Ulu Öndər bu təklifi yüksək dəyərləndirərək 1975-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanda orta ixtisas musiqi məktəbi yaradıldı və yəni bugünkü Naxçıvan Musiqi Kolleci yaradıldı. Və bu kollecin tələbələri, yüzlərlə onun məzunları var və burada əyləşən bir çox musiqiçilər də mən inanıram ki, 90% musiqiçilər oranın məzunlarıdır. Rəşid müəllimi üçüncü bir istiqamətdən dəyərləndirsək, bəstəkar Rəşid müəllim, bəstəkar Rəşid Məmmədov. Baxmayaraq ki, bu qədər gərgin pedaqoji fəaliyyət göstərirdi, təşkilatçılıq fəaliyyəti göstərirdi, ancaq o hər halda qələmini yerə qoya bilmirdi. Çünki onun qəlbindən süzülüb gələn melodiyalar mütləq şəkildə not sətirlərinə tökülməli idi. Və elə bəstəkar Rəşid Məmmədov 25-dən artıq mahnı yazır. Ulu Öndərə həsr olunmuş mahnılar, əmək qəhrəmanlarına həsr olunmuş mahnılar, eyni zamanda sevgi, məhəbbət mövzulu mahnılar. Bunlardan Küsmə ay qız, Görməsəm ölərəm, Daşlara yazdım və digər adlarını sadalamadığım mahnıları xalqın ruhu ilə qovuşan, bir-birindən səmimi ifadələri özündə cəmləşdirən gözəl melodiyaları idi. Və onun Naxçıvan suitası demək olar ki, bir diyarın portreti adlandırmaq olar. Rəşid müəllim yaradıcılığı, fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Elə 1973-cü ildə Rəşid müəllimə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı verilmiş, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və 2006-cı ildə isə Azərbaycan Respublikasının fərdi təqaüdçüsü mükafatına layiq görülmüşdü. Ancaq çox təəssüf ilə qeyd etmək istəyirəm ki, elə həmin il 2006-cı ildə Rəşid müəllim həyatla vidalaşmışdır. Ancaq sənətkarlar ölmürlər,
onlar tarixin yadaşına köçürlər. Və 90 illik yubileyini qeyd etdiyimiz Rəşid Məmmədov da mən inanıram ki, Naxçıvan musiqi ictimaiyyəti tərəfindən təkcə deyil, bütün Azərbaycan musiqiçiləri tərəfindən də hər zaman xatirəsi yaddaşlarımızda yaşayacaqdır. Diqqətinizə görə sağ olun. Çox sağ olun, təşəkkür edirəm alqışlarınıza görə. Mən qeyd etdim ki, Rəşid müəllim böyük bir məktəb yaratmışdır. Elə burada yadıma çox məşhur bir şərq atasözü düşür. Deyir, əgər 1 illik nəticə görmək istəyirsənsə, buğda ək. Əgər 10 illik nəticə görmək istəyirsənsə, ağac ək. Əgər bir ömür nəticə görmək istəyirsənsə, insan yetişdir. Məhz Rəşid müəllim belə bir məktəb yaratmış, insan yetişdirmiş, sənətkar yetişdirmişdir. Çünki onun tələbələri bugün, indi adlarını sadalsam özünüz də görəcəksiniz ki, nəinki Naxçıvan musiqi sferasında, eyni zamanda bütün Azərbaycanda, o cümlədən paytaxt Bakıda da onlar artıq özləri bir məktəb yaratmış görkəmli musiqiçilərdir. Əkrəm Məmmədli, Nazim Quliyev, Nazim Kazımov, Afət Novruzov, Kamal Əhmədov, Şəmsəddin Qasımov, Tağı Tağıyev və adlarını sadalamadığım onlarla tanınmış musiqiçilər məhz Rəşid Məmmədovun məktəbinin yetirmələridir. Mən elə sözümün bu yerində istəyirəm, sözü verəm. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, görkəmli tarzən, pedaqoq və Rəşid müəllimin tələbəsi Əkrəm Məmmədliyə. Buyurun, Əkrəm müəllim. Rəşid müəllim, Rəşid Məmmədov haqqında danışmaq mənim üçün çox asandır. Çünki Rəşid müəllim ilk illərdə Naxçıvana gələndə onun ilk tələbələrindən biri Milli Konservatoriyanın professoru olmuş, mərhum, gözəl savad sahibi, gözəl musiqiçi Afət Novruzovudur, biri də mən idim. Biz onun tələbələri olduq. Və Rəşid müəllimin indi hörmətli musiqişünasımız çox gözəl dedi ki, onun yaradıcılığı çox şaxəlidir. Rəşid müəllimin yaradıcılığı tarzən müəllim, pedaqoq, bəstəçi, dirijor və ən öndəsi olan gözəl təşkilatçı idi. Rəşid müəllimin təşkil elədiyi o musiqi məktəbində rəhbərlik elədiyi kollektivin indi bir-bir yadıma düşəndə görürəm ki, nə gözəl bir kollektiv, nə savadlı, nə bacarıqlı bir kollektivi öz əhatəsinə yığmışdı. Bu, onlar yığışa da bilməzdilər bir yerə. Lakin Rəşid müəllimin, necə deyim, mütəşəkkil fəaliyyəti nəticəsində o Rəşid müəllimin təşkilatlıq qabiliyyəti sayəsində onlar elə bir ki, hamısı bir-biri ilə, necə deyim, yarış aparırdılar ki, kimin tələbəsi gözəl olacaq. Rəşid müəllim, mən bunlar haqqında müəllimə çox hər şeyi danışdı. Mən özüm haqqında bir şey danışıram. Mən Rəşid müəllimin sinifinə 1959-cu ilin yanvarında getdim, daxil oldum. Onu da mənə Afət müəllim, Afət Novruzov rəhmətlik, o dedi ki, gedək Rəşid müəllim səni qəbul edəcək. Mən gəldim, Rəşid müəllimi məni qəbul elədi. Yanvar ayından mən 1-ci sinifə qəbul elədi. 59-cu ildə. 60-cı ildə, 61-ci ildə mən uşaq musiqi məktəbini Rəşid müəllimin, necə deyim, bu pedaqoqluğu sahəsində tamamilə mən notları öyrəndim və Rəşid müəllim cəsarətlə mənə Nazirliyə, Mədəniyyət Nazirliyinə, o vaxtda kadro yox idi, Mədəniyyət Nazirliyinə getdi, dedi ki, bu kadronu biz musiqi məktəbinə müəllim götürürük. Hər nəsə dediyinə əməl elədi və sözü də keçdi. Məni də 1 il o musiqi məktəbinə müəllim götürdülər. Mən də 1 il orada musiqi məktəbində müəllim kimi fəaliyyət göstərdim. Rəşid müəllimin bəstəkarlıq yaradıcılığı
Rəşid müəllimin dirijorluq yaradıcılığı, Rəşid müəllimin təşkilatçılığı. Siz təsəvvür edin ki, Rəşid müəllim 2 ildə Şahbuz Musiqi Məktəbinin direktoru getdi işlədi. 2 ildə Şahbuz rayonundan o dövrdə deyirəm, indi mümkündür bəlkə çox kadr var. O dövrdə Rəşid müəllim Şahbuz rayonundan orkestr, xalçalı alətləri orkestri yaratdı və apardı Bakıda 1-ci dərəcəli diplomla Naxçıvana qayıtdı gəldi. İlk dəfə Azərbaycan Naxçıvanda notlu xalçalı alətləri orkestrini Rəşid müəllim həmin bu musiqi məktəbində yaratdı. Burada Azərbaycan bəstəkarlarının əsərləri, öz əsərlərini və xarici bəstəkarlarının da əsərlərini ifa elətdirdi. Və demək olar ki, Naxçıvanın 60-cı illər boyu ən böyük tədbirlərində, tədbirləri bədii hissəsində musiqi məktəblərinin orkestrinin, Rəşid müəllimin rəhbərlik etdiyi musiqi məktəbinin orkestri iştirak edirdi. Və bütün tədbirlərdə də yaxşı qarşılanırdı. İndi Niyazinin haqqında siz dediniz ki, bəli, Niyazinin, böyük maestro Niyazinin, böyük musiqiçi Niyazinin Naxçıvana gəlişi ilə bu 50-ci, Naxçıvanın 50-liyi ərəfəsində idi, 50-liyi dövrüdü keçirilirdi. Bir gözəl bir, elə bu nə deyim, qəflət bir dənə gözəlliyi alındı ki, bütün tamaşaçılar çox heyranlıqla onu dinlədilər. Rəşid müəllim gözəl müəllim idi. Rəşid müəllimin tələbələrinin adını saysam mən, Afət Novruzov, Nazim Kazımov, Nazim Quliyev, Tağı Tağıyev, Namiq Teymurov rəhmətlik. Bunlar doğrudan gözəl musiqilərdir. Bilirsiniz, tək tarzən müəllim, tarz yetişdirən müəllim deyildir Rəşid müəllim. Rəşid müəllim direktor işləyərkən o bütün məktəbdə musiqiçilər yetirdi. O dövrdə musiqiçiləri, mən sizə cəsarətlə deyirəm, çox quvvəli musiqiçilər yetirdi. Adgözəl Əliyev kamançaydı, müəllimi Ənvər Hüseynovdur, Rəşid müəllim təşkilatçılığı ilə o məktəbdə işləyən Ənvər Hüseynov çox gözəl kamança müəllimi idi, kamança ifaçısı idi. Adgüzəldən başqa Abdullah Abdullayev, Filarmoniyanın solisti, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Filarmoniyasının solisti Kamil Məmmədov, gözəl kamança müəllimi, kamança ifaçısı Kamal Əliyev. Bunlar kamança üzrə çox gözəl yerlər tutdular. Fortepiyana üzrə uşaqlar yetişdi. İndi bizim bu zalda əyləşən yəqin ki, o müəllimələrdən var ki, Rəşid müəllimin dövründə musiqi məktəbini qutarıblar. Ümumiyyətlə, Rəşid müəllim Naxçıvana bir musiqi gətirdi. Naxçıvana bir səs gətirdi. Naxçıvana bir ifa gətirdi. Naxçıvana bir, nə bilim, musiqi kollektivləri gətirdi. Naxçıvanda yaradıcılığı genişləndirdi. Mən Rəşid müəllimə rəhmətlər diləyirəm. Mən arzu edirəm ki, Rəşid müəllimin bütün balaları, nəvələri xoşbəxt yaşasınlar. Rəşid müəllim bugün də yaşayır. Yaradıcı adamların böyüklüyü oradadır ki, onlar çox yaşayırlar. Bugün Rəşid müəllimin 90 illi idi və o yenə də onun ruhu bu zaldadır. Və sizi inanıram, 10 illiklər keçəcək, yenə də bu zalda yenə Rəşid müəllimin adı səslənəcək. Demək, bu ömrün uzantısı deməkdir. Bu deməli, yaradıcı insanın uzun ömrü yaşaması deməkdir. Allah Rəşid müəllimə qəni-qəni rəhmət eləsin. Rəşid müəllimin əməyi biz indiki musiqiçilərin hamısının üzərindədir. Rəşid müəllimin hesabına biz ifaçı olmuşuq, sənətkar olmuşuq. Öz vətənimizə, öz Naxçıvanımıza qulluq eləmişik. Bunu da biz Rəşid müəllimdən öyrənmişik. Allah rəhmət eləsin Rəşid müəllimə.
Çox sağ olun Əkrəm müəllim, təşəkkür edirəm. İndi isə Rəşid Məmmədovun daha bir tələbəsini bizim gözəl bəstəkarımız, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dosent Nazim Quliyevi səhnəyə dəvət edirəm. Buyurun Nazim müəllim. Rəşid müəllim mənim müəllimim olub. Görkəmli ustad, bəstəkar, dirijor, ictimai xadim Rəşid Məmmədovun Naxçıvan musiqi həyatında, Naxçıvan musiqi mədəniyyəti tarixində xüsusi imzası vardı. Rəşid müəllim Asif Zeynallı adına Bakı Orta İxtisası Musiqi Məktəbini bitirdikdən sonra Naxçıvana gəlmiş və ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olmuş, musiqi məktəblərində, Orta İxtisas Musiqi Məktəbində, Naxçıvan Dövlət Universitetində çox sayılı tələbələr yetirmişdir. Həmin tələbələrin səsi bugün ölkəmizin geniş konsert salonlarından, musiqi məktəblərindən, Orta İxtisas Musiqi Məktəblərindən və ali təhsil ocaqlarından gəlir. Rəşid müəllimin tələbələrinin əksəriyyəti fəxri adlarla mükafatlandırılmış və həmin mükafatlarda Rəşid müəllimin halal payı vardı. Biz Rəşid müəllimin tələbələri hərdən görüşərkən həmişə Rəşid müəllim haqqında danışırıq. Onun bizə öyrətdiklərindən başqa bir şəxsiyyət kimi bizim həyatımızda qoyduğu bir iz haqqında həmişə öz fikirlərimizi bölüşürük. 14 il Rəşid müəllim musiqi məktəbinə rəhbərlik edib. Həmin musiqi məktəbi o vaxt Naxçıvanda yeganə musiqi məktəbi idi. Və həmin musiqi məktəbini Rəşid müəllim elə bir səviyyə çatdırdı ki, hər il Bakı şəhərində keçirilən uşaq musiqi məktəblərinin müsabiqəsində həmin məktəbin şagirdləri birinci dərəcəli diplomla Naxçıvana qayıdırdılar. Bu, böyük göstərici idi. Hörmətli musiqişünasımız Günay xanım qeyd elədi. Hörmətli tarzanımız, virtuoz tarzanımız, Azərbaycanın virtuoz tarzanı Əkrəm Məmmədli qeyd elədi. Naxçıvan şəhər musiqi məktəbindən sonra Rəşid müəllimin birbaşa təşəbbüsü ilə və fəal iştirakı ilə rayonlarda, kəndlərdə musiqi məktəbləri yarandı. Və burada qeyd olundu, 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi keçirilirdi. Özdə bu, möhtəşəm zalda keçirilirdi. Həmin konsertdə, yəni dövlət tədbirindən sonra bədii hissə gedirdi. Rəşid müəllimin rəhbərliyi ilə Naxçıvan Birləşmiş Xalq Sağlıq Alətləri Orkestri Uzeyir bəyin Korolluq operasına uvertüra çalırdı. Mən özüm də həmin dövrdə bu orkestrdə ifası idim. Zalda kimlər əyləşmişdi? Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, dövlət xadimləri, nazirlər və incəsənət nümayəndələrindən sosialist əməyi qəhrəmanları Maestro Niyazi, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, görkəmli piyanosu Fərhad Bədəlbəyli, Flora xanım Kərimova və bir çoxları iştirak edirlər. Düzdür, bu senari əvvəlcədən qurulmuşdu Şəmsi Bədəlbəyli tərəfindən. Yəni bu tədbirin rejissoru Şəmsi Bədəlbəyli idi. Uvertüradan bir cümlə biz çaldıqdan sonra Rəşid müəllim üzünü çevirir tamaşaçılara və bildirir ki, qonaqlar arasında zamanımızın məşhur maestro Niyazi tamaşaçılar arasında əyləşibdir.
xahiş eləyirəm səhiyyə buyursun və uversiranı dirigorluq eləsin. Gürültü alqışlarla maestro bu tərəfdən yadımdadır, gəlir səhiyyə və uversiranı dirigorluq eləyir. Konsertdən sonra Niyazi Rəşid Məmmədova öz təşəkkürünü bildirir. Belə orkestr yaratdığına görə və fürsətdən istifadə edərək Rəşid müəllim Naxçıvan musiqi mədəniyyəti haqqında, musiqi həyatında qısa məlumat verir və bildirir ki, baza yaranıbdır. Xahiş edirik, kömək edin Naxçıvanda orta ixtisas musiqi məktəbi yaradılsın. Axşam banketdə Niyazi söz alır və Rəşid müəllimin xahişini Heydər Əliyevə çatdırır. Heydər Əliyevin göstərişi ilə yeni tədris ilində Naxçıvan Orta İxtisas Musiqi Məktəbi yaradılır. Bu təkcə xahiş deyildi. Xahişdən əvvəl Rəşid müəllimin uzun illər öz müəllim yoldaşları ilə birlikdə Naxçıvanda bu bazanı yaradandan sonra bu xahiş eləyibdir. Yəni, böyük zəhmət çəkib Rəşid müəllim öz müəllim yoldaşları ilə və ondan sonra bu xahiş eləyib. Və eləcə də əyləşdiyimiz bu möhtəşəm zalda Naxçıvan Dövlət Dram Teatrının səhnəsində Rəşid müəllim bir çox səhnə əsərlərinə musiqilər bəstələyib. Gözəl musiqilər bəstələyibdir. Ona görə Rəşid müəllimin ayaq izləri, Rəşid müəllimin səsi, ruhu bu səhnədə dolaşır. Mən nə deyə bilərəm? Ruhun şad olsun, əziz müəllimim. Diqqətinizə görə təşəkkür edirəm. Naxçıvan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestrinin və xor kollektivinin konsert proqramına başlayırıq. Naxçıvan suitası ifa edir Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri. Orkestrin bədii rəhbəri və dirijoru Hakim Məmmədov, xormeyster İlahə Şirəliyevadır.
Moskva Naxçıvan ifa edir xor kollektivi. Sən əbədiliksən, ifa edir İsrafil Qibləliyev. Şadetin boy var olsun həmişə hər an. Mənim haqqım qüdrətindən qüvvət alıbdır. Sədaqətin, cəsarətin keçirdir qandan. Məmləkətim cürətindən qüvvət alıbdır. Yaşa yaşa rəhbərim sən əbədilisən. Yollarını əziz tutur ilhamımız. Arxasınca gedəcəyik biz hamımız. Bir an sənsiz gülməz
vətən Heydər Əliyə. Yer üzünə daha gəlməz Heydər Əliyə. Yer üzünə daha gəlməz Heydər Əliyə. Azərbaycan qoy var olsun həmişə hər an. Dünyam sənin qüdrətindən güllər baharan. Azərbaycan varlığının ucalığından məhəbbətlə baxırsan sən bütün xalqlara. Yaşa yaşa rəhbərim sən əbədilisən. Yollarını əziz tutur ilhamımız. Arxasınca gedəcəyiz biz hamımız. Bir an sənsiz gülməz vətən Heydər Əliyə. Yer üzünə daha gəlməz 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 Heydər Əliyə. Qurban gedər eşkimiz. İfa edir Habil Qasımov. Seni gördüm məhəbbətin gözədi. Nəzərimə işıq gəldi, nur gəldi. Seni gördüm məhəbbətin gözədi. Nəzərimə işıq gəldi, nur gəldi. Daş ürəyim hər əzabadı özədi. Bir baxışla ah necə də köhnədi. Daş ürəyim hər əzabadı özədi. Bir baxışla ah necə də köhnədi. Seni gördüm susmadan şay gönlüm. Gel uymaya el darada bir. Seni gördüm susmadan şay gülüyüm. Gel uymaya her karada biz. Bu görüşte barışmasan sevgilim. Şolinada kurban gider eşkimi.
görüşte bayarışmasak sevgilim, Çorina'da kurban gider eşkimi. Seni gördüm danışmadım dinmedim, hatireler dile geldi kökümden. Seni gördüm danışmadım dinmedim, hatireler dile geldi kökümden. O gözlerim mendik baka bilmedim, Tersliğine heyret ettim özümden. O gözlerim mendik baka bilmedim, Tersliğine heyran ettim özümden. Seni gördüm susmadan ışığa gülüyor, gel oymaya her karada biz. Seni gördüm susmadan ışığa gülüyor, gel oymaya el karada biz. Bu görüşte barışmasan sevgilim, Çorina'da kurban gider eşkim. Bu görüşte barışmasak sevgilim, Çorina'da kurban gider eşkim. Bu görüşte barışmasak sevgilim, Çorina'da kurban gider eşkimiz. Bu görüşte yarışmasak sevgilim, Çorina'da kurban gider eşkimiz. Çorina'da kurban gider eşkimiz. Çorina'da kurban gider eşkimiz. Daşlara yazdım. Oxuyur Azərbaycan Respublikasının əməkdar artisti Vilayət İsmailov.
Ben bir name yazdım, gönderdim sana. Uzak çemenli işte görüşte verdim. Ben bir name yazıp gönderdim sana. Uzak çemenli işte görüşte verdim. Bir saat vaktini kıymadın mənə. Mən sənə ömrümü qurban edərim. Bir saat vaktini kıymadın mənə. Mən sənə ömrümü qurban edərim. Yenə naməm yazdım, duvara yazdım gülüm. Özümdə bilmədim, heç hara yazdım. Yenə namə yazdım, duvara yazdım. Özümdə bilmədim, heç hara yazdım. Cavabsız eşqimi, məhəbbətimi ayaq izlərimlə daşlara yazdım. Cevapsız eşkimi, məhəbbətimi ayaq izlərimlə daşlara yazdım. Gelmedin gözledin çemenlikte mən. Eve de gitmedim, gitmedim yürek. Gelmedin gözledin çemenlikte mən. Eve de gitmedim, gitmedim yürek. Baxıb həsətilə kənd yollarına. Qaldım intizarda mən yana-yana. Tikib gözlərimi kənd yollarına. Qaldım intizarda mən yana-yana. Yenə namə yazdım, duvara yazdım gülüm. Özümdə bilmədim, heç hara yazdım. Yenə namə yazdım, duvara yazdım. Özümdə bilmədim, heç hara yazdım. Cavabsız eşkimi, məhəbbətimi ayaq izlərimlə daşlara yazdım. Cavabsız eşkimi, məhəbbətimi ayaq izlərimlə daşlara yazdım. Cavabsız eşkimi, məhəbbətimi ayaq izlərimlə daşlara yazdım. Cavabsız eşkimi, məhəbbətimi ayaq izlərimlə
Baxma oğlan. İfa edirlər Namik Vəliyev və Əfsanə Babayeva. Qəlbimi də parçalasan incimərəm yenə sənə. Bir canım sənə qurban, küskün baxma aydın. Mənə belə baxma aydın, ürəyimi yaxma aydın, yaxma aydın. Mənə belə baxma oğlan, ürəyimi yaxma oğlan, yaxma oğlan. Dindir məni şad könülle eşkim sensiz gelmezdiler. Canımı al güle güle, küskün bakma oğlan. Mənə belə baxma oğlan, ürəyimi yaxma oğlan, yaxma oğlan. Mənə belə baxma qız, ürəyimi yaxma qız, yaxma qız. Düz ilgarı pozmaq olmaz, sevib ayrı gəzmək olmaz. Belə dərdə dözmək olmaz, küskün baxma oğlan. Mənə belə baxma oğlan, ürəyimi yaxma oğlan, yaxma oğlan. Mənə belə baxma oğlan, ürəyimi yaxma oğlan, yaxma oğlan. Mənə belə baxma oğlan, ürəyimi yaxma oğlan, yaxma oğlan. Mənə belə baxma oğlan, ürəyimi yaxma oğlan, yaxma oğlan. Varisim. İfa edir Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Xatirə Səfərova. Nəslim, varım dövlətimdə adına qurban. Mən sənə ad verdim fəxrisi nəslim, varım dövlətimdə adına qurban. Ey mənim sevincim, eşqim, həvəsim, şirin nəvəm mənim, şirin varisim. Ey mənim sevincim, eşqim, həvəsim, şirin nəvəm mənim, şirin varisim. Atanın, anamın bir dənəsi sən, babamın, nənəmin gül nəvəsi sən.
Yaşat nəsil nəsil yaşat bu adı. Evimin bəzəyi süfrəmin dadı. Yaşat nəsil nəsil yaşat bu adı. Evimin bəzəyi süfrəmin dadı. Sən ömrüm günüm sən əvəzim. Şirin nəvəm mənim şirin varisim. Sən ömrüm günüm sən əvəzim. Şirin nəvəm mənim şirin varisim. Atanın ananın bir dənəsi sən. Babanın nənənin gül nəvəsi sən. Atanın ananın bir dənəsi sən. Babanın nənənin gül nəvəsi sən. Sən ömrüm günüm sən əvəzim. Şirin nəvəm mənim şirin varisim. Sən ömrüm günüm sən əvəzim. Şirin nəvəm mənim şirin varisim. Ey mənim sevincim eşqim əvəzim. Şirin nəvəm mənim şirin varisim. Sən ömrüm günüm sən əvəzim. Şirin nəvəm mənim şirin varisim. Xoşbəxt ol ay qız. Oxuyur Cəfər Tağıyev. Bir mecnun almışam dostlarımı seher. Sevincen bezine getir keder. Bir mecnun almışam dostlarımı seher. Sevincen bezine getir keder. Qaralır gözünde aydın üfüqlər. Sətirlər deyir ki toyubdur payız. Ürək pıçıldayır xoşbəxt olayım. Sətirlər deyir ki toyudur payız. Ürək pıçıldayır xoşbəxt olayım. Xoşbəxt olay qız, xoşbəxt olay qız. Xoşbəxt olay qız, xoşbəxt olay qız.
alırım. Titrey parmaklarım, tildaya sanırım. Sevip sevildim günü alırım. Titrey parmaklarım, tildaya sanırım. Köyden nur elleri, kolda yanırım. Korkuram elimden alırsın çağırız. Ölek kılsıldayım, hoşbert olayım. Korkuram elimden alırsın çağırız. Ülek pıtıldayım, hoşbert olayız. Hoşbert olayız. Hoşbert olayız. Hoşbert olayız. Hoşbert olayız. Nişanlı qızlar. Oxuyur Habil Qasımov. Naz gəmzə gözlərdə, baxışlardadır. Məhəbbət ürəkdən ürəyə keçir. Naz gəmzə gözlərdə, baxışlardadır. Məhəbbət ürəkdən ürəyə keçir. Xoşbəxtlik nə pulda, nə də vardadır. Xoşbəxtlik nə pulda, nə də vardadır. Gözler beğeneni gönüller seçer. Elçi gider atalar kızlara, nişan takar analar kızlara. Elçi gider atalar kızlara, nişan takar analar kızlara. Damaldaki ey kızıl üzü, ne şöyledir ne de ki şan. Azerbaycan kızlarına yaraşıdır belge nişan. Yaraşıdır belge nişan. Elçi gider atalar kızlara, nişan takar analar kızlara. Elçi gider atalar kızlara, nişan takar analar kızlara. İlk Bülsan akşamı ürək otlanır, bəzən nişanlılar boşalır. İlk Bülsan
Vüsal akşamı ürək otlanır, Bəzər nişanılar boşaldısa, Xalqın müqəddəs el adəti var. Xalqın müqəddəs el adəti var. Hər bayram pay gedər nişan qızlara, Hər bayram pay gedər nişan qızlara. Elçi gedər atalar qızlara, Nişan taxar analar qızlara. Elçi gedər atalar qızlara, Nişan taxar atalar qızlara. Parmağındakı qızıl üzü nə şöhlədir, nə də ki şan. Azərbaycan qızlarına yaraşıqdır bəlgən nişan, yaraşıqdır bəlgən nişan. Elçi gedər atalar qızlara, Nişan taxar atalar qızlara. Elçi gedər atalar qızlara, Nişan taxar analar qızlara. Bala elçi gedər atalar qızlara, Nişan taxar analar qızlara. Elçi gedər atalar qızlara, Nişan taxar analar qızlara. Sərhədçinin dostuyuq. Oxuyur Bəhruz Quliyev. Müqəddəsdir, gözəldir torpağımız, bağımız. Müqəddəsdir, gözəldir torpağımız, bağımız. Sehirlidir, odludur hər təpəmiz, dağımız. Sehirlidir, odludur hər təpəmiz, dağımız. Bu yurdun qəhrəmanı, sərhədçinin dostuyum. Bu yurdun qəhrəmanı, sərhədçinin dostuyuq. Sönməz bir məhəbbətlə vətəni qoruyuruq. Sönməz bir məhəbbətlə vətəni qoruyuruq. Elmin zirvələrinə qalxırıq pillə-pillə. Elmin zirvələrinə qalxırıq pillə-pillə. Arzumuzdur yer üstə açılmasın bir güllə. Arzumuzdur yer üstə açılmasın bir güllə. Bu yurdun qəhrəmanı, sərhədçinin dostuyuq. Bu yurdun qəhrəmanı, sərhədçinin dostuyuq. Sönməz bir məhəbbətlə vətəni qoruyuruq. 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 Dünya heç kimin. İfa edir xor kollektivi.
Sənsən xilaskar. İfa edir xor kollektivi. Hörmətli qonaqlar, alqışlayan əlləriniz var olsun. Sonda mən istəyirəm
Rəşid müəllimin yolunun davamçıları biz bilirik ki, onun övladları Zərri xanım, Aytan xanım və oğlu Ayxan müəllim gözəl musiqiçilərdirlər və mən səhnəyə öz ürək sözlərini, təşəkkürünü bildirmək üçün Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, hamımızın yaxşı tanıdığımız Ayxan Məmmədovu dəvət edirəm. Buyurun Ayxan müəllim. Çox sağ olun Güney xanım. Mən də ilk növbədə bu yubiley konsertinin təşkilinə görə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini icra edən Həsən müəllim Seydova ürəkdən öz minnətdarlığımı bildirirəm. Naxçıvan Dövlət Filarmoniyasının direktoru Vəli Səfərova, Naxçıvan Dövlət Filarmoniyasının bədii rəhbəri Elman Əliyevə, Xalq Çalğı Alətləri Orkestrinin dirijoru və bədii rəhbəri Hakim müəllim Məmmədova və bütün kollektivin hamısına və eləcə də xor kollektivinin bədii rəhbəri İlhamə xanım Şirəliyevaya öz dərin minnətdarlığımı bildirirəm və eyni zamanda bütün kollektivin hamısına. Və eyni zamanda burada Naxçıvan Dövlət Filarmoniyasının bütün solistləri bu konsertdə iştirak elədilər. Mən sizin hamınıza öz dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarım. Sağ olun, çox sağ olun, minnətdarım. İnşallah 100 illik yubileyində görüşənə qədər. Sağ olun.